Salam, yeni vloguma xoş gəldiniz. Necəsiz? Bu mənim balaca yeni pişiklərimdir. Bunları anası atmışdı. Mən də gətirdim evə saxlamağa. Evə deyən yerdə, yəni həyətdə saxlamağa. İstəyirəm biraz ayran aşı bişirim ona. Bir də biraz şüyüd dərək bağdan. O qədər yağış yağıb ki, bunlar heç dərman suyu verə bilmirəm, gübrə saralıb. Belləmişəm. Bu acı bibərdir. Paxlalı ayran aş hazırlamaq istəyirəm. Bilməyənlər üçün deyim. Bizdə aş doğaya bənzər bir yeməkdir də, belə deyim. Yəni tam da doğğa deyil, amma doğaya bənzəyir. Bu qədər dərdim. Paxlam çox idi. Dedim elə ayırım, təmizləyim, həm buzluğa qoyum, həm də ayran aşını üçün götürüm. Buzluğa qoyanda yaxşı olur. Yəni sezonu bitdikdən sonra da nə vaxt könlünüzdəsə götürüb buzluqdan hazırlamaq olur. Qızım da gəlib yanımdadır. Elə çəkiliş gedirdi, mən də kəsmədim. Elə onunla olan söhbətimizi də vloqa yerləşdirdim. Hüseyin qoymur, eləmə. Sən maşın silən deyilsən. Silən deyilən, amma böyümüşəm. Bir dənə şeir danış mənə. Qoşaq. Tərpətmə. Tərpətmə. Nəyi? Burada mizi tərpətmə. Nə olsun? Rəqəmləri say. Hələ belə 1-2 deyəlim. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 16, 17, 18, 9, 10, 11, 12. Qaçdın, qarışdırdın, ya. Getdin, çıxdın haralara. 2 kuruğu döndün. Bir şeir danış da. Say. Hə? Yox, şeir da. El bilir ki, məsələn. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən. Anam. Anam doğma vətənimsən. Ayrılar mı könül candan? Ayrılamam könül candan. Azərbaycan. Azərbaycan, Azərbaycan. Odur ki, sana... Yox, mən bir uşaq. Eləmə də, çırpma, düş samakatdan. Sən bir uşaq. Yox, mən bir uşaq, sən bir ana. Mən bir uşaq, sən bir ana. Odur ki, bağlıyam. Sana. Sana bağlıyam. Sana bağlıyam yox da, elə sana da dayan. Sana da dayan. Mən sana deyirəm onu. Hansı səmtə, hansı yana? Hansı səndə, hansı ana? Hey uçsam da, Hey uçsam da, sən yuvam sənsən. Elim günüm, obam sənsən. Azərbaycan. Mən ayranlaşma artıq qoymuşam. Bunun reseptini istəsəz kanalımda var idi. Paxlalı aşı, sadə ayran aşı. Deməli burada mən əlavə etmişəm. Qatıqdır, düyü, azca un, üzərinə su qarışdırmışam, qoymuşam ocağa. Qaynadıqdan sonra 1-2 buğum paxlanı da qaynatmışam. Sonra qoymuşam bişməyə. Qaynara düşdükdən sonra paxlanı əlavə etmişəm. Paxla ilə də qaynadıqdan sonra şüyüdün əlavə edib 1-2 dəqiqə qaynadıb söndürürəm. Hələ bunların bir şirinliyinə baxın. Bir tutup buraxma, burax da. Bu gülləri də çıxartdım həyətə, evdəydi. Havanı yenə döndərib. Desən yağış yağar. Bir dənə dünənki günü yağış yağmayıb. Desən bu gün yenə yağışdır. Bircə bu gün yağış yağmayıb demişdim. Bu da yağışımız.
Toya dəvətli idi. Getdiyimiz toyda belə balıqlar var idi. Onlardan da çəkdim. Maraqlı gəldi və vloqa əlavə etdim. Onları seyr etmək çox gözəl idi, maraqlı idi. Bunu soruşsanız nədir? Bu çiyələkdir, atmışam stəkana, üzərinə də su, sadə su, yalnız qazlı su idi. Əlavə etdim ki, yuyam. Çünki toylarda masaya qoyulan çiyələklər heç vaxt yuyulmur. Ona görə də dedim yuyum, çünki qızım istəyirdi. Belə vermək istəmədim, belə yuyub yedik. Bu artıq növbəti bir gündür. Anamgilə getmişdim. Yumru badımcan, ştilin gətirməyə, bağımda əkməyə. Gördüm anamgil paxla təmizləyirlər. Anam çox alır həmişə buzluğa qoymağa, çünki onlar çox istifadə edirlər, çox bişirirlər. Deməli anam ilk öncə təmizləyir qabığından, qoyur buzluğa. Yəni ikinci qatını soymağa, barmaqlar yəni ağrımasın deyə, çətin olmasın deyə buzluğa qoyduqdan sonra o boşalır. Boşaldıqdan sonra, yəni buzluqdan çıxardıqdan sonra daha doğrusu boşalır və onu təmizləmək daha asan, daha rahat olur. Yəni çox da vaxt aparmır. Mən də bunu ilk dəfə anamdan gördüm. Yəni bu cür təmizləməsini. Mən badımcanları götürdüm, ştillərin, yollandım evə. Bizdə günün bir yarısı gün, digər yarısı yəni günortadan sonra həmişə ildırım şimşək çaxır və başlayır bərk yağış yağmağa. Bunları da getdim evə, güya əkərəm, əkmək də qismət olmadı. Günorta sonra elə möhkəm yağış tökdü ki, ildırım çaxırdı. Mən də keçdim təndir başına çörəyimi hazırlamağa. Son bu bir neçə həftə ilə anormal havadır ki, gah gün çıxır, gah yağış yağır. Bağda da o qədər iş var, amma heç birini görmək mümkün olmur. Qonşuda həyət toyudur. Bu güllər o qədər ətirlidir. Qədər gözəl. Qonşumuzda həyətdə toydur. Səsi belə çox gözəl gəlir. Bir yandan musiqinin səsi, bir yandan da quşların nəğməsi. Vlogumu burada bitirirəm. Vlogum çox azalındı, amma yenə də neynək belə oldu. Növbəti vloglarda görüşərik. Hələlik.